Salam aleyküm dostlar, nəşi videomuzda əvvəla hamımız yaxşı olacaq. Bu gün sizin dostlar quş xanamın yuvasını göstərirəm, içini göstərirəm və quşlarımı göstərəcəm. Deməli dostlar, bu mənim ilk videomdur, yəni ilk səsli videomdur. Yəni bundan qabaq bir dənə YouTube kanalım olmuşdu. O da 205 abunəyim idi. İndi burada 19 abunəyəm. Abunə olsunuz, tez bir zamanda 200 abunə çata biləcəyik. Və keçək quşlarımızı və quşxanamızın içini göstərək. Şöyle bir kilidi var. Dostlar, bu qapıyı mən düzəlmişəm. Baxın dostlar. Şöyle bir qapıdır. Buradan ipdən bağlamışam. Bu ayrı bir taxtadır. Bu ayrı bir taxtadır. Buradan cəftələrdir deyəsən. Bunlar nədir? Bunlar bilmirəm. Şey eləmişəm, direldən yapışdırmışam burağa. Qapı tutacağı kilit və quşxanamın içi biraz pislidir dostlar. Yəni biraz quşların təzəyi falan. Deməli indi quşxanamın içini göstərdim dostlar. Bunu mən düzəltmişəm dostlar. İndi quşunu çoxaldandan sonra belə quşxanalarda gözümü çıxardım. Şöyle dostlar. Bunu taxtadan eləmişdim dostlar. Bu taxtalardan eləmişdim. Yapışdıra bilmədiyimə görə palçıqla yapışmışdım. Qopdular dostlar. Ona görə biraz bura qopa bilər. Diqqətli olmaq lazımdır. Daşlardan yapışdırdım dostlar. Daşlardan şöyle gördüyünüz kimi. Bu tərəfə isə daş qoymadım. Taxta qoydum dostlar. Amma möhkəmdir bu da. Birinci yuva, ikinci yuva, üçüncü yuva. 3 də yuva var dostlar. Folluqlar da var altında gördüyünüz kimi. Folluğu eləmişəm dostlar. Termos var, termos. Termosda da kalçıq termoslardan yoxdur, yekələrdən. Onun altlığını çıxarmışam. İstədim yine bir termosda. Qoymuşam altlığını. Hamısını eləsə düzəlmişəm dostlar. Sonra isə yuxarıdan belə taxta gedir quşlarımız oturmağa. Amma burada qadaqlar var dostlar. Götürəcəm qadaqları. Burada su gətirirəm, ya gətirirəm. Burada dostlar cüətlərim ayağı əziləni bunu istədirəm. Yəni çox şeydir. Effektli bir dərmandır. Burası isə mənim üzüklərim yeridir. Üzüklərimi özüm düzəlmişəm dostlar. Onun videosu gələcək, üzük düzəlmə videosu gələcək. Burada isə quşxana qayırmışam. Amma inanmıram ki orada kimsə girib yatar orada. Xoşum gəlmir, amma qalsın da. Hə, keçdim əsas məsələ. Əsas məsələ quşlar burada qalır. Yəni bıraqda heç kim qalmır hələ ki. Quşlar burada qalır. Hə də dostlar, bir də daşdan yer düzəlmişəm. Taxta qoymuşam. Quşlar çıxırlar bura. Görürsünüz təzəyilər var üstünə, yəni çıxırlar üstünə. Orada otururlar. Bu isə parçalarımdır mənim. Lazımlı bir şeydir. İstədilməyən köynəkdir. İstədilməyən şeydir. Dəsmaldır falan. Belə qoyaq bura. Dostlar, bu mənim samanımdır. Setkadan bürümüşəm ki, dağılmasın o tərəfə. Özüm biçdiyim samandır. Hə, dostlar, başlayaq yuvanın için göstərək. İlk öncə nəydən düzəlmişəm bunu? Bu təzə çəkilən qazların üstünə qoyular. Yazılmış ki, biraz qaz falan. Hə, yazılmayıb. Qaz torbasını tutar, qaz sayğancının içine qoyurlar. İndi işte xarab olduğuna görə bu işlədiyim çıxmışdır, düşmüş yerə. Verdilər mənə və isə mən də belə quşxana düzəltdim. Bu da belə ağzını bağlamaq üçün setka tapmışam. Qəfəsin setkasıdır. Şöyle qoyuram qəşəngcəsinə. Yuvasının içi də belədir. Burada bir dənə quş yatır. Və bir də şöyle tamamıyla görsənin quşları. Quşxanayı alt qatıda. Bu isə istədilməyən şeydir. Şkafdır. Quşlarımızı ata qoyuna. Bunu şətkadan bağlayıram bu tərəfini ki, quşlar axşam muşşat yeməsin. Şöyle burası isə savaşkoy özü bağlıdır. Şöyle görsədim. Özü bağlıdır yəni. Və burada əlimlə tuturam, açıram. Burada isə 3 də quş qalır olsa. Ana, bala, ata qalır. İndi balanın üzünü görsənmirəm çox da. Burada isə ana, ata qalır. İndi atların yedində hamısını sizə. Yəni quş tanıtma videosudur. Burada isə quşların yumurtanın üstə yatıblar. Belə qorxmurlar olsa, məndən qorxmurlar yəni bunlar.
əlində böyüyüblər bunlar. Əlimdə böyüməyiblər, düzdür. Təzə almışam quşları. O qarabaş xam tutmuşam. Bunu təzə aldım. Təzə almışam. Neyse bir ay bundan qabaq almışam da. Və ana quş qırt yatdığına görə, ata onun yanında olduğuna görə dən qapısını qoymuşam. Yoxsa gördüyünüz kimi saman qoymuşam, yeni samanlar. Görürsün saman yaşıldır. Bilmirəm niyə yaşıldır. Amma qupqurudur. Və alt qatı. Alt qatı sonra saman sərməmişəm. Altın taxtalarla sərmişəm. Sonra çıxarda baxa. Taxtalarla sərmişəm. Biraz təzəliydi. Altda 2 də quş var dostlar. Təzə aldığım quşdur. İndi göstərəcəm bu quşu sizə. Amma başqa video göstərəcəm. 2 də quş qalır. Yəni biri paçalı, biri təzə aldığım quş. Çilli deyirəm mən ona. Hə dostlar belə. Videomuz belə. Yox, biraz uzadaq video. Hə, belə bir setkadan bağlayıram ağızlarını belə. Setkadan bağlayıram. Çıxmasın deyə. Bunu da yüyləri. Bu setkadan da şöyle bağlayıram. Belə. Keçidirəm arasına. Qalır elə. İndi bağlamıram. Axşam yaxın bağlayıram. Yuxarıda isə quş qalır olsa qara quşdur. Qara quşu görüm oradadır. Hə, oradaydı. İndi gətirim o atımı yuvaya. O yuvada görsəlim. Hə dostlar, belə bir quşdur. Kefoş şüşənlə. Belə bir quşdur. Maşallah olsun. Qapqaradır. Qapqara deyəncə altı ağdı dostlar. Belə prasıyla dönmə bir şeydir. Bunu təzə almışam dostlar. Bundan bir ay bundan qabaq. Çox quşum bura təzə quşdur. Şöyle beləncə yuvasında qalır. Onun hələ cütü yoxdur dostlar. Yəni arvadı yoxdur. Erkək dostlar, onu deyim də. Üzüyü var ayağında. Özüm düzəltdiyim üzüydü bunlar. Üzüyü. Adi bir qaç qoymuşam, lazım olsa qaçayım qalsın orada. Şöyle bunun ağzını bağlamağa tüy qoymuşam. Tüydən bağlayıram ağzını. Hələ heç kim olmadığına görə bağlamıram. Hə. Belə qalır orada. Ağızlığında bir de burada daş olmalıydı. Gözüm işte. Hə dostlar. Bu daşdan da ağzım belə oturaq. Həm yuva sallanmır. Həm də ağızlığı möhkəm qalır. Burada beləncə daşlardan özü içine belə daş qoyuram dostlar. Belə ağızlığı möhkəm olur. Ne kadar kuşum var size diyeyim de. Ne kadar kuşum var da. Ha 10 de kuşum var dostlar. Hamısını da attan görsen. Attan diyeyim size. Atların. Adlarını deyirəm size. Gözüm 5 dəqiqə. Bu kuşun adı dostlar. Bu kuşun adı. Qara bunun adı. Qara demirəm. Qərə deyirəm. Qərə. İndi isə bu quşun adı isə Allah verdi dostlar. Özüm qoymuşam. Bu öz quşumdur. Yəni Halis bunun öz quşumdur. Bala quşdur. Böyüyüb indi. Vay. Dəliqanlıdır. Arvadı var dostlar bunun. Arvadını göstərəcəm sizə. Yəni cütü var bunun. Ay. Dostlar bu quşun da adı sarıdır bunun quşun adının. Sarı. Ölümü nə üçün elədi quş? Sarıdır, ayağında üzüyü varsa, qırmızı, dişlərə qırmızı taxıram, erkəklərə mavi taxıram. Belə. Bu quşun adı sarıdır. Salaq yuvasına. Fikirlən yuvaya. Deməli dostlar, bir də bala var. Balanın üzünü göstərməyəcəm. Balanın üzünü göstərəndə biri öldü dostlar. Onu da göstərməyəcəm. Balanın adı Bıdıqdır dostlar. Bıdıq. Yaxşı addır məncə. Özüm qoydum. Bu gün qoydum adını. Dostlar, burada isə qara quyruqdur. Bu qabaqda çilli var ya. Onun adı qara quyruqdur. Qara quyruq. Qara demirəm, qara deyirəm. Qara quyruq. Hepsinin adı atadır dostlar, ata. Amma hələ bir də qarabaş deyirəm. Və burada isə paçalı hani lan? Buna da paçalı deyirəm olsa. Əbrəş başa. Buna isə dostlar təzə aldığım quşdur. Çilli deyirəm. İndi sabah incəlmə videosu gələcək. Yəni təzə aldığım quşun. Hə dostlar, belə dən qablandı, belə qoyuram ki, qırt quş deyə dən qapısı məcburam qoymaq üçün düşməsin, aşağı yeməsin. Hamısının dən qapısı var ya, onun da var, bunun da var, bunun da var. Bunun yoxdur amma. Bunun yuvası balacadır. İçinə baxım deyə. Ya yaxşı, soyuqdur içi. Yaxşı. Şöyle ağızlarını bağlayayım bir də bunların. Sonra quşxananın hali belədir.
Beləncə bağlayıram. Bunun ağzını taxtaram bağlayıram. Burada isə daşı qoymuşam. Parçalar dostlar, qışda üzərini örtürəm onların üşüməsin deyə. Bu parçada bunun üzünü örtürəm. Bu sarı parça var, bunun üzünü örtürəm. Samanlarım da burada. Bu dəsmal da bunun üzünü örtürəm qışda. İndi düzəlmişəm, qışdır hələ. Bunun da üzünü hələ örtmürəm. Hələsə bundan örtəcəm. Yəni belə dostlar, qışlananın vəziyyəti belə. Şöyle gedək. Burada xarab olmuş samanları çıxaracam indi çölə. Ya sabah yapıp gün quşxananı təmizləmə videosu gələr, bəlkə bilmirəm. Şöyle özüm 5 dəqiqə olsa çıxım bir yuvadan. Hə. Şöyle. Bu da quşxananın bir dəqiqə. Bu da quşxananın dənləmə yeridir. Bu dənləmə yeridir. Bu isə şeydir, su içmə yeridir. Özüm çıxıb bir dəqiqə. Hə. Sonra bağlayıram. Hə. Belə. Quşxananın qapısını mən qayırmışam deyə düzəlmişəm. Belə. Maşallah olsun quşlar. Quşlar maşallah olsun. Gözlərinin gözü çıxsın. Hə, belə. Balan üzünü görsədmənim çünki görsədmirəm də yəni. Belə. Sağ olun, salamat qalın. Öz yaxşı baxın, gəlin bölümə görüşənədək. Bundan qabaq mənim bir YouTube kanalım var idi. Amma o bağlatdırdılar. Bu da yeni kanalım dostlar. Abunə olmağı unutmayın. 200 abunəyə tez çataq dostlar. 200 abunəyə idim çünki Opsi kanalda. Opsi kanalda hətta mənim hayranlarım da var idi, dostlarım da var idi. İndi heç kim məni tanımır burada. Tanıyan da olsa tanımır da indi də. Nəysə dostlar. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın, gəlin bölümə görüşənədək. Videoyu bəyənib kanalıma abunə olmağı unutmayın. Gəlin bölümə görüşənədək. Let's go.